Proqramlaşdırma, Python proqramlaşdırma dili. Sabit və dəyişən kəmiyyətlər, verilənlərin daxil və xaric edilməsi şərt operatoru. Şərt operatorunun düzgün yazıcını seçin. Deməli, elə burada doğru cavab olacaq A variantı. Niyə B variantı olmur? Ona görə B variantı olmur ki, burada qoşa Yes, nöqtə yox. qoymaq olmaz. Burada qoşa nöqtə olmaz. Qadağandır. C variantına görə olmuş ki, qoşa nöqtəni bura qoymaq əvəzinə götürüb bura qoymaq olmaz. Bəs D variantı niyə olmur? Qoşa nöqtə burada olmalıdır. Burada qoyub olmaz. E variantında nə problem var? X bərabər Y içəridə yazılmalıdır. Dövrün daxilində yazılmalıdır, yazılmayıb. Doğru cavab A variantıdır. X bərabərdir Y29-a qoşa nöqtə qoyulur. Şərtdən sonra qoşa nöqtə və şərt ödəndə nə iş görəcəmsə o da dövrün daxilində yazılmalıdır. Doğru cavab oldu A variantı. Məsələnin kompüterdə həlli mərhələlərini ardıcıllıqla düzün. Deməli, birinci müəllimlər məsələnin qoyuluşu olur. Məsələnin qoyuluşu. Məsələn, axırıncı da olur həmişə nəticələrin təhlili. Deməli, bu 5 ilə başlayıb 4 ilə bitəcək. Doğru cavab D variantıdır. Məsələn, tutaq ki, mən belə bir qarşıma məsələ qoyublar. Deyiblər ki, birdən 100-ə qədər ədədlər arasında tək olanların cəmini hesablayan proqram yaz. Şərtdə məsələnin qoyuluşu. Birdən 100-ə qədər ədədlər arasında tək olanların kvadratları cəmini toplayan, ya cəmini tapan proqram yaz. Qarşımda qoyulan məsələ budur. Hər şey bundan başlayır, məsələnin qoyuluşundan başlayır. Sonra növbəti gələcək buna uyğun riyazi modelin qurulması. Tək ədədləri necə müəyyən edeyim? Seçimi necə edeyim? Sonra gəlir alqoritmi işlənib hazırlanması. Sonra gəlir proqramlaşdırma. Hansı proqramlaşdırmada yazılır? Məsələn, Pythonda. Sonra gəlir proqramın sazlanması, yəni icra edilməsi. Axırda yazan sonra run vurursan. Sonra da nəticələrin təhlili, yəni aldığın cavab düzgündürsə, deməli düz qurmusan. Yəni, alqoritmin, məsələnin kompüterdə işlənib hazırlanması, məsələnin qoyuluşu ilə başlayır, nəticələrin təhlili ilə bitir. Doğru cavab D variantı. Python dilində dəyişən adı ola bilməz. Gəlin, əvvəlcə bu suala cavab axtaraq. Dəyişən nədir? Dəyərli həmkarlar, deməli, proqramlaşdırmada var dəyişən anlayışı və dəyişməyən anlayışı. Yəni, sabitlər, konstantlar. Proqramın icrası müddətində öz qiymətini dəyişən kəmiyyətlərə dəyişənlər deyilir. Öz qiymətini sabit saxlayan kəmiyyətlərə isə sabitlər deyilir. Dəyişənlər Latın əlifbasının böyük və ya kiçik hərflərlə işarə olunur. Dəyişən adı mütləq 3 simvolu hərflə başlamalıdır. Dəyişən adı Latın əlifbasının böyük və ya kiçik hərflərlə başlayır. Və dəyişən adında boşluq simvolu ola bilməz. İndi baxaq görək burada harda problem var? A variantında problem var. Niyə? Çünki dəyişən adı mütləq hərflə başlamalıdır. A variantı nə ilə başlayıb? Rəqəmlə. Deməli, bu dəyişən adı ola bilməz. Verilmiş fikirlərdən biri yanlışdır. Else operatorunda if şərt operatorundan sonra mütləq istifadə olunur. Səhvdir. Else operatoru else proqramda if şərt operatorundan sonra mütləq istifadə olunur fikri düzgün deyil. Çünki hər bir ifin mütləq bir else'i olmalıdır fikri yalandır. Var tam budaqlanan, bir də var natamam budaqlanan. Yəni alqoritmin bir hə qolu olur, bir yox qolu olur. Əgər həm hə qolu, həm yox qolu varsa bu tam budaqlanandır. Yox, yalnız hə qolu varsa, yox qolu yoxdursa bu natamam budaqlanandır. Məsələn, valideyn deyir ki, övladına,
Yaxşı bal yığsan, pulsuz ixtisasları yaz. Zəif bal yığsan, pullu ixtisasları yaz. Bu tam budaqlanandır. Uşaq deyir ki, "Əşi, az da yığsam, pulunu yazacam da." Bir də var valideyn deyir ki, "Bala, pulluya düşsə mən səni oxutmayacam ha." Bax, bu natamam budaqlanandır. Ya pulsuz ya da heç nə. Yəni, ifin elsesi varsa, bu tam budaqlanandır. Hər bir ifin elsesi olmur ki, yoxdursa bu natamam budaqlanandır. Yəni, hər bir ifin elsesi olmaya bilər. Ona görə A variantı ilə səhvdir. Mütləq elsi olmalıdır, yalan söhbət. 4-də A. Klaviaturadan 5 ədədi daxil edilərsə, Python dilinə yazılmış proqramın nəticəsi müəyyən edilir. Aha, A-ya 5 qiyməti mənimsətdik. A bərabərdir A plus 5, yəni 5 üstə gəlsin, 5 qoymuşum. 5 plus 5 elədi, A oldu 10. B bərabərdir A-nı 5-ə vuracam. A-mız 10-dur, 5-ə də vurdum, elədim 50. C bərabərdir A-nın üstünə B gəldim. Artıq mənim A dəyişənim 10-dur. B dəyişənim də 50-dir. Bu elədi 60. B də bərabərdir. B-nin üstünə 2 gəldim. B-miz bizim 50 idi. Üstünə də 2 gəldim. Elədi 52. Print AB A60, B52. O da olacaq E variantı. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. X 15-dir. Deməli, x faiz 3 bərabərdir 0, and x faiz 2 bərabərdir 0. Nə deməkdir bu? Faiz işarəsi bölmə zamanı qalığı tapır. Deyir ki, əgər x 3-ə də qalıqsız bölünürsə, 2-yə də qalıqsız bölünürsə, burada iki şərt qoyur mənim qarşıma. Şərtin biri budur ki, 15 3-ə qalıqsız bölünməlidir, eyni zamanda 2-yə qalıqsız bölünməlidir. Burada and var. Əgər or qoysaydı, biri ödənsə bəs idi. Amma ənddə ikisi ödənməlidir. Və bu şərt ödənmir. 15 3-ə qalıqsız bölünür. Bəli. Amma 15 2-yə qalıqsız bölünmür. Ödənmədiyinə görə mən artıq bu içəri görmürəm. Bax, bura girə bilmərəm. Niyə? Çünki mən bu mərhələni keçmədim. O zaman birbaşa elsə gedəcəm. Print x. X də 15-də oldu 15. Elə bil ki, bax, bu çöldəki var. Bu çöldəki nədir? Test mərhələsidir. Bu müsahibədir. Testdən kəsilmişəmsə mənim müsahibə kimi buraxar. Çöldəki ödənmirsə içərini görmürüm. 125 ədədə daxil edir. Y bərabərdir x faiz 100. Yəni y bərabərdir x-i 100-ə böləndə 125-i 100-ə böləndə qalıq nə qalar? 25 qalar. Y oldu 25. Y bərabərdir. 2 vurulsun 100 üstə gəlsin Y. 25 al. 2 vurulsun 100. Aha, 2-ni 100-ə vurdum, elədi 200. Üstünə Y gəldim. Y də 25-dir. Nə aldım? Aldım 225. Deyir x y-dən böyükdürmü? X-imiz 125-dir, Y-imiz 225. Yox. O zaman düşdüm else print Y. Else'ni çap elə. Else'nin də nə qədərdir? Y-i çap elə. Y-imiz oldu 225. Mənimlə nə aydın deyilsə soruşun, zəhmət olmaz. Heç kim etsin soruşmazsın. Klaviaturadan 22 də daxil edilir. Deyir, x-i 2-yə böləndə qalıqda ya 1 eləsin, ya da x-i 3-ə böləndə qalıq 5-dən böyük eləsin. Yox, tam sizə 5-dən böyük eləsin. X-i 2-yə böləndə, 22-ni 2-yə böləndə qalıq da 1 eləmir. 22 2-yə tam bölünür. Bu ödənmir. Amma hələ ümid var. Çünki orada axı 22-ni 3-ə böləndə nə eləyər? 22-ni 3-ə böləndə tam hissə eləyər 7. 7 də 5-dən böyükdür. Bəli, şərt ödəndiyinə görə mən bunları eləyəcəm artıq. Və artıq elsə mənə maraqlı deyil. Ənddə, bax burada yuxarıda ənd var idi. İkisi də ödənməlidir. Biri ödənməyəndə alınmadı. Amma orada biri ödənsə bəsdir. Deməli, y bərabərdir, x-i vurdum 2-yə. Y bərabərdir, 22-ni vurdum 2-yə, elədi 44. X bərabərdir, x, yəni 22, üstə gəlsin 44, 22 üstə 44 yəni eləyir 66.
Bu isə sərbə-sərdir. Həll eləməlidir. X bərabərdir 66-dan çıxdım 5-i, qaldı 61. Print X 61. Aydındırmı? Klaviaturadan -12 ədəd daxil edilərsə, ABC müsbət modul deməkdir. Mütləq qiymət qaytarır. Mənfi də müsbət eləyir. 12 böyükdürmü ondan? Bəli. 12-ni 3-ə böləndə 1 edərmi qalıqda? Xeyr. Ödənmədi. Ənd olduğuna görə şərt ödənməmiş sayıldı. O zaman bax buna görmürəm buranı. Gəlirəm birbaşa LC-yə. Nə deyir? Deyir A-nın üstünə 3 gəl. A da -12 idi. Üstünə 3 gələndə eləyir -9 və salam. A variant. B variant. Proqramın nəticəsi müəyyən edir. Import. Import nə edir? Import riyazi modul daxil. Import modul daxil etmədir. Mətdə riyazi modul. SQRT kök almadır. Kök altında 25 çıxır 5.0. 5.0 çıxır mənimlə. Lat. Ədədin klaviaturadan daxil edilməsi hansı bənddə düzgündür? A int input. A int input. Hə, deməli, klaviaturadan ədəd daxil eləmək üçün birinci növbədə onun qarşısına int yazılmalıdır. Əgər int yazmasa, proqram onu sətr kimi tanıyar, string kimi tanıyar. Int yazılmalıdır. Int yazılandan sonra da bax belə olmalıdır. A bərabərdir məsələn int mötərizə asılmalıdır, yazılmalıdır input. Sonra mötərizə açılıb bura nəsə yaza da bilərəm. Yazmaya da bilərəm. Məsələn yaza bilərəm ədədi daxili, nə bilim nə. Amma bu belə bu formada bağlanmalıdır. Bu içəridəki mötərizə inputun mötərizəsidir. Bu isə deməli intə görə almışam mötərizəyə. O da olacaq hansı? A int input. Bu da olur B variantı. B variantı. Bəli. Müəllim, yuxarı misalda, 10-cu misalda niyə 5.0 alındı orada? 10-cu misalda. Çünki müəllimə kök Kök alanda altından hə. o Niyə 5 yox, 5.0 yəni flat alındı? plat alınır müəllimə. Bax, Belə ol. bəli, Hə. əgər testdə də olsa, məsələn bu tipli misal 5 də olsa, Aha. 5.0 da olsa siz onun həqiqisini götürün. 5 götürsəniz xəta olar. Hə, başa düşdük. Hə. Normalda ikisi də qiymətcə eynidir. Bax, axırıncı sınavda da bir şey var idi, səhv eləmirəmsə. Hə, Bir dənə, var. 11 bir 11 dənə, ilə bəli, bir dənə, 11.0. hə, bəli, bəli. Yəni Ona görə kök də, altında da olanlar nöqtə sıfırla götürürük. bəli müəllim, o kök altı çıxırsa orada flat olur, həqiqət də olur. Hay, Hə. çox sağ ol. Çünki Yəni birisi harda niyə elə kök olur? işarəsi Razi müəllim, kök altından yəni nöqtə ilə çıxır da. Bəli. Bilirsinizmi niyə elə Aha. olur? Çox sağ olun. Yox, Yox. bilmirik. İzah Aha, eləsəz ona görə yaxşı olur olar. ki, müəllimə, axı bütün ədədlərdən tam ədəd çıxmır. Aydındırmı? Məsələn, kökün altında Aydındır. 25-dən tam ədəd çıxır axı, ona görə mən soruşdum ki, orada ədəd, niyə yəni nöqtə ilə o, alınır? Əslində yəni elə deyil də 5-in yanında nələrsə var. Sadəcə biz onu riyaziyyatda 5 kimi tanıyırıq, amma əslində 5.0-dır. bəli. Yəni orada 5 yox, başqa şey olsaydı, oradan kəsir alar, həqiqət də çıxardı da. O da düzgün deyil axı. Yəni ümumiyyətlə riyazi qanuna uyğunluğa əsasən, yəni biz orada həqiqət kimi yazırıq. Məsələn, tutaq ki, e, tam ədədin nisbəti 4 bölünsün 2-yə. Normalda tam bölünür də, amma 2.0 verir də. Bir slash-lə bölərsə. Yəni tam ədədə nisbəti həqiqət ədə bərabərdir. Yox, əgər 2 slash-lə böləndə onda tam ədəd olur. Burada da kök altından həqiqi ədəd çıxır. Çünki bütün kök altından tam ədəd çıxmır. Onda belə çıxır ki, hansında tam çıxırsa tam olsun, hansında çıxmırsa həqiqi olsun. O da düzgündür. Ona görə hamısında həqiqi olur mənim. Çox sağ olun Razi müəllim, ətraflı izaha görə. Minnət. 12. Hansı sətirlərdə səhv buraxılmışdır?
Birinci sətirdə nə səhv var? A bərabərdir int input. Səhv görmürəm. İkincidə nə var? İkincidə də şərt qaydasında hər şey yerində. 4-də səhv var. 4-də var. LC-də sonra nöqtə qoymuyor. Bir də vardır Azmi. Harda? Printdən sonra 2 nöqtə niyə qoyub ki? Harda qoyub? Hə, 3-də də var düz deyirsən. Printdən sonra Hı. 2 niyə qoyub? 3 ilə 4-də müəllimə. Cavab olur 3 ilə 4 deyə variant. Proqramın nəticəsini müəyyən edin. A -6, B6. AB cəmi 0-dan böyük bərabərdirmi? Bəli, şərt ödəyir. O zaman 0-ı çap eləsin. Aha, elədi. Sonra A B-dən böyükdürmü? Xeyr, -6 altdan böyük deyil. LC-yə keçir, 2-ni çap eləsin. Olur 0 və 2 deyə variant. Burada bir incə məqam var. Əgər end olmasaydı, bunlar 6-6 olardı, 0-2 olardı. End olanda yan-yana olur. Yəni, tutaq ki, məsələn deyək, A variantında belə verir, B variantında məsələn belə verir. End olsa mən A-nı götürməliyəm. Yox, end yoxdursa 6-6 olacaq, onda B-ni götürməliyəm. End son deməkdir də, yəni bunun sonuna qoy bunu. Sonuna çap elə. Azmi müəllim, sep var idi, sep. Sep elementlər Aha, arasına nəsə əlavə eləyirdi, bəli. əlavə edin. Bəli, bəli. Azmi müəllim, bəzən olur ki, sep yazır, heç nə olmur. O həmişə çaşdırıram mən. Sep yazır, heç nə olmur. O nə deməkdir? Sep Bir yazı də olmur. O görmüşəm demək ki, bir müəllimə, aralarına boşluq qoy da, boşluq işarəsi qoy. boşluq qoyuruq, amma yan-yana da, hə? Bəli, bəli, bəli. O həmişə çaşdırıram. Bəli. Klaviaturadan 7 də daxil edilir. Aha. 7-ni 2-yə böləndə 0 edir, yox. O zaman bunun içindəkiləri mən görmədim artıq. Qapı açılmadı axı. Birbaşa elsə düşdüm. 7 0-dan böyükdürmü? Hə. Bəs 7 3-ə böləndə 0 edir, yox. O zaman düşdüm elsə no çapı oldu. Cavab oldu A variantı. Nə aydın deyilsə, zəhmət olmasa deyin izah edin. Yazılmış proqramın nəticəsini müəyyən edin. A dəyişəninə yazıb Python, B dəyişəninə yazıb Language. Print A upper. A upper o deməkdir ki, upper neyir? A dəyişənindəki sözün böyük hərflər. Böyük hərflər. Python sözünü böyük eləyəcək. Ondan sonra nə eləyəcək? A ilə B-ni toplayacaq. Yəni Pythonla language sözünü toplayacaq və ondan sonra toplayanda yan-yana yazacaq. Kapitalist sözün ilk hərfini böyük eləyəcək. O zaman olacaq Python sözü böyük, Python B. language sözündə isə bir dənə P hərfi böyük. O da olacaq B variantı. Yəni normalda burada language böyüklə yazılır. Amma birləşəndə yan-yana yazılan Python language olacaq. Kapitalizə görə onu böyüyəcək, qalanlar hamısının kiçik. L olacaq, L olacaq, balaca. Bax bu printə görə print yazıb burada. Print upper. Bax bu Python ona görə çap oldu. Python language'i topladı, yan-yana yazdı və kapitalist sözün ilk hərfini böyüyədə oldu B variantı. X12, Y13. Z bərabərdir X. X nəsədir? 12. Üstə gəlinsin Y vurulsun 2. 13-ü 2-yə vurmaq lazımdır. String tipini int tipinə vuranda onun sayı qədər yan-yana yazılacaq. 13, 13. D. Bu da eləyəcək 12, 13, 13. Bu da eləyir D variantı. Deməli deyir ki, M 56-dır, D 65-dir. M 2-yə bölünəndə 0 edirmi? Edir. Buna baxmıram. Niyə baxmıram? Orada bir ödəsə bəsdir də. M-i 2-yə böl, tam hissəni çap elə. N nədir? M 28. 56-nı 2-yə böldüm, elədir 28 bütöv. Sonra 28 M-i 2-yə böl. M-i 2-yə böl. 56-nı 2-yə böldün. Elədir 28. Sonra D-ni də 5-ə böl. 65-i də 5-ə böləndə qalıq olar 0. Cavab oldu 28, 28, 0. Elə cavab var. Bəli, E variantı. Aydın oldu.
Əgər A və B üçün daxil edilən ədədlər uyğun olaraq 2 və 3 olarsa, aha. C bərabərdir A-nın kvadratı, yəni 2-nin kvadratı 4, B-nin kvadratı da 9. Elədi 13. C 5-ə bərabərdirmi? Yox. LC-yə düşürəm. C 10-a bərabərdirmi? Yox. LC 12-yə bərabərdirmi? Yox. O zaman 13-ə bərabərdirmi? Hə. Onda level 4 çap olunsun. Level 4. Oldu level 4. Hansı ödənirsə o. Nəticəni müəyyən edin. Deməli, A-nı 8-ə böləcəm, 56-nı 8-ə böləcəm, tam isə düzə 7 minus B. B-də 2-dir. 7-dən 2 çıxacam, qalacaq nə? 5. A B-dən böyütürmü? A-mız bizim artıq 7-dir. B-miz isə 2-dir. Bəli, böyükdür. O zaman nə edəcəm? Onu vuracam A-ya. A-mız 7-dir. Ona vuranda 70 minus K-nı da vuracam B-yə. K 5-dir, B-də 2-dir də. Düzdürmü? 5-i də 10. Eləyər 60. Cavab oldu 60. If ödənirsə LC-də baxmıram. X 10, 20, Y 12. X sıfırdan böyütmü? Bəli. X kiçik bərabərdirmi 20-dən? Bəli. 20, 21-dən kiçik bərabərdir. Ödəndi. O zaman Y oldu X-in kvadratı. Yəni 400. Y 50-dən kiçikdirmi? Xeyr. 450-dən kiçik deyil axı. O zaman LC-yə düşəcəm. Y oldu X vurulsun 2. Yəni 40. Və print X, Y. X-imiz bizim neçə idi? 20 idi. Y-imiz də 40 oldu. 20 və 40. O da eləyir C var. Əzim müəllim. Bir Bəli. də 19-a bir rəhmət olmasa qayıdan. Mənə elə gəlir orada mexaniki səhv getdi. Əllə. Müəllim, orada Yox, Mətləb 5 olmaz. Siz 7 götürdünüz, hə, səhv getdiniz oradan. 5 olmaz. A-nı 7 Cavab kimi 40 götürdünüz. olmalıdır orada. A5'dir hə. Hə, siz burada səs yazılır deyə dedim. Yəni səhv gedər, sonra sizə görə deyim. Bəli. Mexaniki səhv düzdür. Yorulmuşluqdur mənim. Hə, A5'dir. 4-cü 45 dəqiqə deyim. Deməli onda burada nə olacaq? Onu vuracam 5-ə 50. 40 alınacaq cavab. Çıxılsın 10, eləyəcəklər 40. Bunlar hardan biliblər ki, mən səhv eləyəcəm 60-da qoyublar bunu? Orada 7 var axı ona görə. Klaviaturadan daxil edilmiş 3 rəqəmli naturalların proqramı təyin edin. Deməli, bu tipli suallarda gəlin özümüzdən bir 3 rəqəmli ədəd qoyaq. Nə qoyaq məndə? 145. 145? Hə, 145. Qoyduq. 145. A bərabərdir. 145-i 10-a böləndə 5. B bərabərdir. 145-i 10-a böləcəm. Tam hissə 14. Onu da bir də 10-a böləcəm. Qalıq hissə olacaq 4. C də bərabərdir. 145-i 100-ə böləndə düşəcək 1. Tam hissə 1. Deyir A B-dən böyükdürmü? Bəli. Bəs A C-dən də böyükdürmü? Bəli. O zaman M A olsun. M olsun neçə? A. 5 olsun. If ödənəndə elifə və LC-yə baxmıram. Print M 5-i çap olunur. Demək, nə edir? Ədədin ən böyük rəqəmini çap edir. 145-in içində ən böyük 5 deyildi. O da 5 çap edədi də. Ədədin ən böyük rəqəmini çap edir. Haradadır o? Ən böyük rəqəmini çap edir. B variantı. Aydın oldu. Klaviaturadan A və B ədədləri üçün uyğun olaraq 16 və 4 qiymətləri qoyulub. A oldu 16, B oldu 4. A üstü 2-də 1. Yəni kök altında A. A oldu neçə? 4. B oldu 4-ü 2-də 1-ə vuranda eləyir 2. A B-dən böyükdürmü? Hə. Şərt ödənir, buna baxmıram. Niyə baxmıram? Çünki orada axı 1 ödənsə bəsdir. O zaman gəldim ifə. A B cəmi ondan böyükdürmü? Xeyr. A B cəmi 6 eləyir, ondan böyük deyil. Düşdüm LC-yə. A-nın üstünə 2 gəldim. A-mız 4 üstünə 2 gəldim. 6. Və burada bir sərbəst həddimiz də var. A plus 3, 6 plus 3 elədi neçə? 9. Cavab elədi 9.0. Niyə? Çünki burada kök altıdan biz 4 yazmışıq, amma
Kök altıdan 4.0 çıxıb axı ona görə. Python dilində yazılmış proqramın nəticəsi müəyyəndir. Bir A siyahısı var, bir də B siyahısı var. For operatoruna aid olan bir tapşırıqdır. For in A o deməkdir ki, i dövrü A siyahısının bütün elementlərini bir-bir alacaq. Və i əvvəlcə olacaq 3. Gör nə deyir? Deyir ki, if b count if böyükdür 0 olarsa nə deməkdir? Yəni i-nin aldıqları sayı B siyahısında 0-dan böyük olarsa. Yəni bu o deməkdir ki, i-nin aldığı B-də olarsa, əgər B-də olmazsa, o zaman 0 olar. Demək bu nə edir? A siyahısının və B siyahısının ortaq elementlərindən söhbət gedir. I əvvəl 3 olacaq. Məsələn, deyir ki, B siyahısında 3-lərin sayı 0-dan böyükdürmü? Yəni var da, yəni var, hə. O zaman S-in üstünə i gəl. S də 0-dır da. Amma əslində burada bir texniki səhv ediblər. S bərabərdir 0 yazılmayıb, amma təzə nəşr, məndə köhnə nəşrdə, təzə nəşrdə yazılıb. Deməli, hər ikisində olanları toplayacaq. Hər ikisində olanlar deməli 3-dür. Sonra 6 burada yoxdursa toplamayacaq. 7 var, toplayacaq. 1 yoxdur. 9 da yoxdur. 0 da yoxdur. 6 yoxdur. 4 var. O da eləyəcək 14. Cavab oldu 14 Y variant. Tam aydın oldu mu? Mən biraz kəsədən gəldim. Yəni deyir ki, i-nin aldığının sayı B siyahısında 0-dan çox olsun da, yəni 0-dan böyük olsun. O demək ki, yəni B siyahısında 10-dan olsun. %24. 49. Deməli, burada 49 üstü 2-də 1. Yəni kök altında 49 7-dən böyükdürmü? Xeyr. Kök altında 49-dan müəllimlər 7.0 çıxır. Qiymət olaraq eynidir axı. Şərt ödənmir. If ödənmirsə keçdim else-yə. Deyir 3-cü dərəcədən kök altında 49-dan alınan ədəd 3-dən kiçikdirmi? Xeyr. 3-cü dərəcədən kök altı 49-dan çıxan ədəd 3-dən kiçik deyil. Çünki 3-cü dərəcədən kök altında 27-dən belə 3 çıxır. Hələ 27-dən nə qədər böyükdür? Bu şərt ödənmir. O zaman gəlirəm bura. Kök altında 4-cü dərəcədən 49 kiçikdirmi 5-dən? Bəli, bu şərt ödənir. 4-cü dərəcədən kök altında 64-dən deməli nə qədər çıxar? 3 çıxar. Yox, o da alınır. Hələ 300 dərəcədən. Yəni bundan alınan cavab 5-dən kiçik olduğuna görə A-nı 4-ə böləcəm. 49-u 4-ə böləcəm. Tam hissə olacaq 12. Və LCD-yə düşmədim. 16 ədəd daxil edilib. A bərabərdir x faiz 10. Yəni 16-nı 10-a böləndə 6. B bərabərdir x bölünsün 10 tam hissə. 16-nı 10-a böləndə tam hissə 1. Deyir A B-dən böyükdürmü? Bəli, 6 1-dən böyükdür. O zaman nə edəcəm? A-nı vuracam 10-a, 6-nı vuracam 10-a, üstünə gələcəm B-ni, yəni 1-i elədi 61. Və şərt ödəndiyinə görə elfə baxmıram, elsiyə baxmıram. Amma mənim sərbəst həddim də var burada. X-in üstünə Z gələcəm. X-in mənim neçədir? 16-dır. Düzdürmü? Z-imi də tapdım 61. Bunlar da elədi 77 səhv eləmirəmsə. 15 ədəd daxil ediləndə nə olar? Deməli, A olar 15 plus 5. 15 plus 5. Yəni 20. B olar A vurulsun 5. 20 vurulsun 5 elədi 100. A-nı B-yə böləndə 0 edərmi? 20-ni 100-ə böləndə 0 edərmi? Xeyr. Bəs A-nı 2-yə böləndə qalıq 0 edərmi? Bəli. Eləyək. O zaman A-nı B-yə vuracaq. Yəni 20-ni vuracam 100-ə. 20 yanında 2 dənə 0 oldu. LC olmadı. Və buradan gəlirəm. Sərbəst həddim də var. Deməli 2000 çap olundu. Sonra B-nin üstünə də 15 gəldim. B-nin də 100-dür. 100-ün də üstünə
15 gələndə eləyər 115. Print B 115. 2115 aldım. 2115 C variantı. 25 ədəd daxil edilir. 25 ədəd daxil olunursa S2-X Y olacaq. Deməli, buradan nə çıxır? 5.0 çıxır. Y-i 1-ə böləndə 0 qalıq 0-dan böyükdürmü? 5-i 1-ə böləndə qalıq 0 olur da. Tam bölünür axı. Yox, 0-dan böyükdür. Şərt ödəmir. Onda düşürəm nəyə? Düşürəm elifə. Y-i vurur. Y-ə bərabər olur X. Yəni X bərabər olsun. Yox. Deyir Y-i Y-ə vuranda X-ə bərabər olar. Y-in 5-dir də. 5-i 5-ə vuranda X edərmi? X 25-dir. Hə. Şərt ödəndiyinə görə o zaman print X-i çap eləyirəm. Yəni X-imdə nə idi mənim? 25 idi. 25-i çap eləyirəm və bir elif ödənəndə digər eliflərə baxmıram. Sərbəst həddimdə yoxdur. Cavab oldu 25C variantı. 33 ədəd qoydum. 33-ü 10-a böləndə tam hissə 2-dən böyükdürmü? 33-ü 10-a böləndə tam hissə 3-dür. 3 2-dən böyükdür, ödədim. Amma ənd var. Ənd odur ki, ikisi də ödənməlidir. 33-ü 3-ə böləndə qalıq 0 edərmi? Bəli, bu da ödədi. O zaman mən düşürəm bu ifə. 33-ü 2-yə böləndə qalıq 0 edər? Yox. Bəs 33-ü 5-ə böləndə qalıq 1 edərmi? Yenə etməz. O zaman düşürəm elifə. 33-ü 5-ə böləndə qalıq 0 eləyərmi? Eləməz. O zaman heç biri ödəmədi. Bax, bu çöldəki elif var ha, x vursun 2 böyük. Ona baxa bilmərəm. Çünki içərdən mən içərdə ödəmədim. O zaman nə edəcəm? Sərbəst hədd eləyəcəm. X-in üstünə 10 gələcəm. X-im də mənim 33 idi. Üstünə də 10 gələndə elədi 43. Cavab oldu 43 C variantı. 29. Əzim müəllim, Bəli. ona bir dənə də baxaq, zəhmət olmazsa həmin. Baxa. Orada if ödənmədi, düzdür? Bəli. İf ödənmədi də. İf ödənmədisə elifə keçmirik. Keçirik. Bəs İçəridəki keçmədi. birinci if Aşağıdakı ödəndi. Yox, müəllimə, birinci if ödəyib, 33-ü 10-a böləndə tam hissə 2-dən böyükdürmü? Böyükdür. 33-ü 10-a 3. 33-ü 3-ə böləndə qalıq 0-dırmı? 0-dır. Tam bölünür axı. O zaman bax, birinci if ödəndi. Düşdüm, mən girdim ikinci ifə. Birinci if ödəndisə, birinci ifin altında olan elifə, elsiyə baxa bilmərəm artıq. O zaman mən içəridəyəm. 33-ü gəldim bura. 33-ü 2-ə böləndə qalıq 0 eləyir? Yox. Təkdə axı. Bəs 33-ü 5-ə böləndə qalıq 1 eləyirmi? Yox. Heç bir ödəmədi. Orada heç olmasa biri ödənsəydi, işimə yarayardı, ödəmədi. Düşürəm elifə. 33-ü 5-ə böləndə qalıq 0-dırmı? Xeyr. 33-ü 5-ə böləndə qalıq 0 deyil. Bu da ödənmədi. Və mən bu çöldəki elifə baxa bilmərəm artıq. Çünki mən içəridəydim axı. O zaman nə çöldəki elifə, nə elsiyə baxa bilmərəm. İçəri girmişəm axı. O zaman çıxıram çölə, sərbəst hədd edirəm. X üstə 10 gəlirəm. Eləyir 43. O başdakı if ödəyib də ona görə düşmədik biz LC-yə, düzdürmü müəllim? Başda Bəli, sondakı birinci LC-yə. ödəndiyinə görə biz içəri Hə, girdik. hə. İçəridə bəxtimiz gətirmədi. Çöldəkini Hı. alındıra bilmədi. Sonuncuyu alınmır o. Çıxa bilmədi. Hmm. Elə bil ki, test mərhələsini keçmişik. Müsahibədən kəsiblər bizi. Artıq biz təzədən test imtahanı verməyəcəyik. Də o birincinin əks haldası nədir? İmtahandan keçmədən LC-də yazıb ki, gələn imtahan ver, test mərhələsi. Biz onu keçdik, içəridəkində iraq olsun, müsahibədə kəsildik. Biz içəridəkinin LC-sinə baxmalıyıq. Gələn müsahibəyə get. Onda da getmədin, Allah işimizi avan eləsin. İnşallah gedərik. Yəni, təzədən bir də test ver şeyi yoxdur. Çünki onu keçmirsən axı. Birinci if ödəyib axı, onun LC-sinə, elifinə baxa bilmərik. 50 ədəd daxil edilir. 50 ondan böyükdürmü? Bəli. Bəs 50 50-dən kiçikdirmi? Xeyr. Ödənmədi. Biri ödəndi, biri ödənmədi. Ənd olduğuna görə ödənməmiş sayılır. 50 60-dan kiçikdirmi? Bəli. Aha, bəs 50 50-dən böyükdürmü? Xeyr. Yenə ödənmədi. 50 60-dan böyükdürmü? Xeyr. Bəs 50-ni 10-a böləndə qalıqda 0 edərmi? Edər. Or olduğuna görə 1 ödənsə bəsdir. O zaman A-nın üstünə 2 gəl. A 50 idi, üstünə 2 gəl. Oldu 52. Və LC-də baxmadıq. Aydın oldu? Hı. Mənlə bir dəqiqəmiz qalıb link atıram, qoşulaq zəhmət olmaz.